5-ci sualda kalsium 5-ci sualda kalium ionunun elektron quruluşu. Burada variantlarda çox güman ki yox, ümumiyyətcə variantlarda silinmə var. İon deyirsə hamısının üstündə mənfisi olmalıdır və yaxud da müsbəti. Burada flor mənfidir, brom mənfidir, xlor mənfidir, yod mənfidir. Məsələ odur ki, Y-də də xlor mənfi kimi görsənir. Nəysə orada bir qarışıqlıq var. Bu müsbətdir Y-də. Aha. Kaliumun elektron quruluşuna uyğun olaraq kalium 19 üstdə müsbətsə 18 elektron olacaq. Bizə lazımdır 18 olan. Bu da xlordur. Xlor 17-dir. Aha, 18 eləyəcəkdir 5-ci sual. Sonra neçə? 9-cu sualda 100 qram 40%. 100-ün 40% ilə neçə eləyəcəkdir? 40 qram. 40 qram brom 40 bölünsün 160. 4də 1 0,25 moldur. Aha. Brom molekullarının sayı. Brom molekullarının sayı da 0,25 molu vurursan 6,2 vuraq 10-20. Aha, o da 1,505 vurulsun 10-23-cü sual. Kibritin kalium kloroid üzərinə gəlir. Fosfor alınır, kalium klor üzərinə gəlsin P2O5. Sonra neçənci suala baxırıq? Neçə? 20-ci sualda O3. Bertol dizo. 20-ci sualda 11,2 litr etilen deməli C2H4 üzərinə etilen qlikol düz mütərizə oksigen kalium permanganatla oksiləşmə. 2 atomlu spirtə çevrilir. C2H4 OH-dan 2 dənə. Deməli OH-dan 2 dənə. 11,2-dən 80% çıxımlar. Bir kənardan 11,2-nin 80%-ni tapırıq. 11,2-miz 100-dürsə, x-in də 80-dir. Bu elin neçə? 80. X bərabərdir. Neçə? X ilə doğruda 8-dən %96 çıxımını tapıram. 8-dən %96 litr. 8-dən %96-nı C2H4-ün üstünə qoyuruq. Neçə qram etil qlikol? X 22,4-ə isə 62. Və yaxud da siz dediyiniz üsul. Əvvəlcə 11,2-yə X alırıq. 22,4-ə 62. Tapdığınız cavabın 80%. Eyni şeydir. Ya əvvəldən tapdın, ya axırda. Eyni. X bərabərdir. Neçə elədi orada? 24,8 B variantı. Sonra başqa uşaqlar sualınız? Nə?